Atelier Erich Pummer şirkətinin direktoru Erich Pummer dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamla təsdiqlənmiş Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında Muxtar Respublikadakı tarix memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə Xatun türbəsində aparılan işlər də bu proqrama uyğun icra olunur. 2023-2025-ci illərdə yerli və xarici ekspertlər tərəfindən aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin aparılması zəruri hesab edilib. Dövlətimizin başçısı 2025-ci ildə dünya əhəmiyyətli tarix memarlıq abidəsi olan Möminə Xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən türbə Atabəylər memarlıq kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Türbənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb. Abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər aparılır. Möminə Xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin ilkin siyahısına daxil edilib. Bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, şərq memarlığının isə incilərindən biri olan Möminə Xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.